Dabaq xəstəliyi ilə bağlı çox dəhşətli xəbərlər dolaşmaqdadır və ümumiyyətlə ölkədə belə deyək, ət qiymətlərinə də deyilənə görə təsiri gözlənilir. Ancaq ümumiyyətlə bu xəstəliyin yeməklə insana keçməyi mümkündürmü? Bax, belə bir dəyərli izləyicilər, açıqlamanı istəyirəm sizin diqqətinizə çatdırın. Məsələ nə ilə bağlıdır? Dabaq virus mənşəli yüksək kontagioz iti gedişli infeksiyon xəstəliyi olub, xüsusən də cüt dırnaqlı heyvanlarda bədən temperaturunun yüksəlməsi, ağız boşluğu, selehli qişasının, yelin və ətrafların deməli, aptalı zədələnmələri ilə səciyyələnir. Belə bir açıqlama ilə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdürü Bayandur Rızayev çıxış eləyib və onun sözlərinə görə dabaq virusunun 7 tipi və 60-dan artıq alt tipi var. Dabaq xəstəliyinə yoluxmuş heyvanlar digər sağlam heyvanlardan təcrid edilməlidir. Orqanizmin rezistenliyi yüksək olan heyvanlarda xəstəlik özünü yüngül formada biruzə verir. Orqanizmin rezistenliyi aşağı olan heyvanlarda isə xəstəlik bir qədər ağır formada biruzə verir və dabaq xəstəliyinə yoluxmuş heyvanlarda zədələnmiş sahələr 7-8 gün sonra bərpa olunur və 2 həftə ərzində xəstə heyvanlar sağalır. Xəstəliyi keçirmiş heyvanlarda 1 ilə qədər təbii immunitet yaranır. Xəstəliyi vezikulyar stomatitdən, ağzın selili qişasının zədələnmələrindən və digər xəstəliklərdən təfriq etmək lazımdır deyə belə bir açıqlama var. Əslində, mən bir məsələni deyim, bu tərzdə açıqlama düzdür, rəsmi açıqlamadır, biz diqqətə çatdırdıq, ancaq bu formada bu açıqlamanın verilməsi biraz mənə elə gəlir ki, absurddur. Yəni, terminlərdən dolu, nə bilim, çox da anlaşılmayan bəzi terminlər var, adam özü də başa düşmür və şöbə müdürünün sözlərinə görə dabaq xəstəliyinin qida məhsulları vasitəsilə insanlara keçmə ehtimalı aşağıdır. Bu ehtimal demək olar ki, yoxdur. İndi bu Nazirliyin açıqlamasında ancaq bir sıra belə deyək də təsərrüfatla məşğul olan şəxslər isə bildirirlər ki, belə bir ehtimal ola bilər hər halda.